Mən Aşıq Əvəz İbadpur, əlbəttə Təbrizin Lapol Cədid təzə əmələ gəlmə aşıqlarındaram. Biz şirkəti Beytülmüqəddəsin tərəfindən Təbriz şəhrindən Bakı şəhərinə, o Azərbaycandan bu Azərbaycana demək olar elə Azərbaycan birdir. Qonaq gəlmişik, ancaq mənim çox arzum vardı Ustad Aşıq Kamanları, mənim çox o ürəyim istəyən saz sənətkarı Ustad Aşıq Ədaləti görüş eləyək yaxından, amma nəysə bu arzuya çata bilmədim. Yanıq şərəm havası çalıram nəticə. Ancaq ki, yanıq şərəm yalanıb ədalət çala. Ədalət yanıq şərəmindir, yanıq şərəmdə ədalətinkidir. Ancaq bu ustadın icazəsi ilə bu yanıq şərəmin elə bir öz başardığıma qədər xidmətində çalıram, sağ olasınız.